Necə YouTuber olurlar? YouTube'da videolarınızın yaxşı izlənməyini istəyirsinizsə, yazdığınız başlıq izləyicinizi təmin eləməlidir. Bu videonu 10 saniyə arxaya verərək nə demək istədiyimi başa düşəcəksiniz. Yəni ki, izləyiciniz videoya girəndə o başlıqda yazılan şeyi videodan almalıdır. Artıq YouTube'un dövrü dəyişib uşaqlar. 2026-cı ildə, 2018-dəki, 2019-dakı kimi clickbait başlıqlar YouTube'da tutmur. Məsələn, o vaxt hansısa YouTuber video paylaşırdı. Tərk edilmiş adada 24 saat keçirdi. İzləyici videoya girəndə görürdü ki, YouTuber oyun oynayıb, oyun ada oyunudur. Amma yenə də izləyirdi o videonu. Çünki bazarda bu qədər adam yox idi. İzləyəcək video seçimi kısıtlı idi. O qədər də çox değildi. YouTuber olmaq üçün ən önəmli detallardan ikincisi kapak şəklidir. Əslində başlıq kapak şəkli qardaşdır dostlar. Kapak şəklində çoxlu yazılardan istifadə eləməyinizə ehtiyac yoxdur. Qısa və net olmalıdır. Gəlin mənim kanalımda baxaq. TikTok həyat hilələrini yoxladım. 162 min izlənmə. Kapak şəkli çox sadə. Abartı detallar falan yoxdur. Bir əlimdə qarpız tutmuşam, bir əlimdə Pringles. Bu arada qaqavız sizə bir dənə də tüyo versin. Əgər kapakda tanınmış bir məhsul varsa, məsələn Snickers, Twix, Pringles, Lay's kimi markalar, yəni dünyaca tanınmış markalardan söhbət gedir. Əgər bu markalar varsa, izləyicinin videoya tıklama faizi artır. Güvənliyi şeyə tıkladığını fikirləşir. Məsələn, atıram bir video çəkirsiniz, dünyanın ən böyük YouTuberi. Kapakda MrBeast'in şəkli olanda o videoya izləyici tıklayacaq. Çünki YouTube'da vaxt keçirdən birinin MrBeast'i tanımamaq ehtimalı yoxdur. MrBeast onda bir güvən yaradıb. Buna da ən yaxşı sübut olaraq 24 saat yaşıl məhsullar yedim videomu misal çəkə bilərəm. Sprite, Doritos, Pringles var. Görürsünüz nə qədər izlənir. Çünki izləyicini cəlb eləyir. 100 min izlənən daha bir video Festivals vs digər şokoladlar. Aha, MrBeast'in şəkli. Tıklandı. Sadə eləmək o demək deyil ki, kapak şəklində əziyyət çəkməməlisiniz. Məsələn, meşədə bir gün videosu çəkmisiniz. O videonun kapak şəklinə ayı qoymaq istəyirsiniz. Əgər videoda ayı varsa qoyun. Videoda ayı yoxdur, sonra kapak şəklinə ayı qoymayın. Çünki izləyici girəcək videonu mesaj gəldi, bağışlayın. İzləyici videoya girəcək, baxacaq axıracan görəcək ayı yoxdur. Növbəti videolarımı gözləməyəcək. Çünki sən onda güvənsizlik yaradacaqsan. Deyək ki, ayı var, kapaka ayını qoydun. Ayının yanında güldüyün bir şəkli qoymamalısan kapak şəklinə. Qorxu dolu bir baxış atmalısan. Tutdunuz temanı. Çox analizlər var və bunun içində mənim dosyalarım var. YouTuberlərin podkastlarına baxıb dinləyib, analiz çıxartdığım, videolar izləyib, dəqiqələri yazdığım. Üçüncü olaraq video atmaqdan sıxılmayın dostlar. Sadəcə atdığınız hər video əvvəlkindən daha yaxşı eləməyə çalışın. Burada söhbət nə montajdan, nə çəkilişdən, nə də gülməlilikdən gedir. YouTube'da izlənmək istəyirsə, ən gülməli videonu eləməyə çalışmayın. Ən montajlı videonu eləməyə çalışmayın. Editin bomba eləyəcəm falan deməyin. Ən prodüksiyonlu videonu eləməyə çalışmayın. Çox pul xərcləyəcəm bu videoya, bu video tutacaq. Belə kafada olmayın. Sizin bir ideyanız ola bilər. İdeya 0 manat, 0 dollar olar. Amma elə çəkərsiniz, elə təqdim eləyərsiniz, izləyicinin qabağına elə sunarsınız ki videonu. Video 1 milyon izlənər. Çünki bu dəqiqə platforma, algoritma o qədər yaxşı işləyir ki, əgər qəşəng bir şey hazırlamısınızsa, onun izləməmə ehtimalı yoxdur. Bu üçüncü taktikaya bir yaxın taktika isə videoyu bütün duyğulardan qoyun uşaqlar. Bütün duyğuları qoyun nə deməkdir, izah edeyim. Videonuzda kədərli hissədə olsun, gülməli hissədə olsun, qorxulu hissədə olsun. Bütün duyğuların olduğu videonuz izlənəcək. Adicə beyninizdə serialları fikirləşin. Azərbaycan YouTube trendində ən çox türk serialları idi, düzdür? İndi trend yığışılıb deyə görə bilmirik. Seriallar 2 saat olur. Halbuki hal-hazırda insanların diqqət sürəsi güya deyirlər ki 15 saniyədir. Bəs insanların diqqət sürəsi 15 saniyədirsə, hər hansısa bir seriala 20 milyon adam, 30 milyon adam necə baxır? Deməli orada nə var? Bütün duyğuların birləşimidir serial. Kinolar bütün duyğuların birləşimidir. Kinoda başdan sona qədər hər şey olur. Bunu mən uşaqlıqda getdiyim bir dənə castingdə də danışmışam. Demişəm ki, mən istəyərdim ki, Azərbaycan kinolarında da ağlamalı kinodursa, onun ən azı bir yerində gülməli bir hadisə olsun. Və ya gülməli kinodursa, onun ən azı bir yerində ağlamalı hadisə olsun. Azərbaycan seriallarında əsasən ən çatışmayan cəhət belə kədərləndirici kinodursa, belə qəmli kinolarında heç vaxt bir balaca bir sevinc olmur. Qardaşımız taktikanı 5-6 il qabaqdan tutub. Görürsüz o vaxtdan dostlar, indi də YouTube tatosu elətdirmişəm. YouTube mənim damarımda axan qandır, candır. Siz like atın, abunə olun. Ağzıma gələni deyirəm. Bu arada bu tatonun videosu gələcək. Açığı bu videoya başlayanda bir mətn yazmamışdım. Onsuz mən YouTube'a başlayanda da kadrı başladanda nə danışacağımı bilmirdim. Sonra dostlar videonun fraqmanından bəhs eləyim biraz. Videonuzun ilk 21 saniyəsində video boyunca nə edəcəyinizi izləyicilərimizə təqdim eləyin. 21 saniyəni aşmasın bu müddət. 21 saniyədən çox danışmayın. Bu arada videolara belə giriş, xoş gəlmisiniz, yenə yeni video ilə qarşınızdayam falan belə şeylər də deməyin. Bu dövr də bitib dostlar. Gecə 1-də bu videonu çəkirəm. Belə oturmuşam müəllim kimi. 21-ci saniyədə fraqmanınız qutardı. Videonun birinci hissəsi 1 dəqiqə 21-ci saniyədə bitsin. Birinci hissəyə maksimum 1 dəqiqə vaxt ayırın.
Xəstəyəm bu arada. Qaşınıram uşaqlar. Səpirəm deyə nazik qısa qol geyinirəm. Sonra səpkilərim keçir. Xəstələndim axı dərman içirəm. Dərmanlar alergiya verir, yenə səpirəm. Həyatım son bir ayda buqa girib mənim. İlk hissə 1 dəqiqə deyim nəyə deyirəm. Məsələn, video çəkmisiniz, ucuz, orta, bahalı yemək videosu çəkmisiniz. Mən çəkdiyim dönər, kabab videolarına baxsaz bunu tutarsınız ki, azdan çoxa doğru gedirik. Ucuza ən az vaxt ayırırıq, bahaya ən çox vaxt ayırırıq. Ortada belə stabil qalxır. Məsələn, ikinciyə birincidən daha çox vaxt ayırırıq. 3-ə 2-dən çox, 4-ə 3-dən çox, 5-ə də 4-dən. Bu niyəsə mən də bilmirəm uşaqlar, amma belə eləyəndə videolarınız tutacaq. Onu dəqiq deyərəm. Mən deyə bilərsiniz ki, özün belə partladan YouTubersən, niyə 1 milyon abunən yoxdur? Yavaş-yavaş olacaq dostlar. Sadəcə mən bu işi iş olaraq görmürəm. Mən bu işi sevirəm deyə eləyirəm. Mənim videolarıma 100 nəfər belə izləsə, mən bunları çəkməyə davam eləyəcəm. Plus bu gün 7-ci günümüzdəyik bu arada. 10 saat diri-diri bastırıldım, izlənməsi aşağıda yazılıb. İstəsəm 24 saat yaşıl məhsullar yedim. Bakıda nə etmək olar? Dostlar, yəni mən imtahan nəticə videosu 711 min izlənib. Azərbaycanda ən çox izlənən imtahan, bəlkə də ən çox izlənən təhsil videosu mənim videomdur dostlar. Gör nə qədər adam imtahan cavabları çəkib, nə qədər YouTuber imtahan cavablarının videosu çəkib. Amma ən çox izlənən kimdir? Mənim videomdur dostlar. Bunu egoya görə demirəm. Sadəcə mən nə isə bilirəm və burada sizə də bilirəm ki, aranızda YouTuber olmaq istəyən nə qədər insan var. Onlar üçün çəkirəm bu videonu. Mən dostlar dönərə, adi dönər videosu, dönər hamının tapa biləcəyi bir şeyi 175 min insana izlətmiş biriyəm və bunu 12 dəqiqəlik videoda mən eləmişəm. Güya deyirlər insanların diqqət sürəsi 15 saniyədir. 24 saat sarı məhsullar yedim, 164 min. Gözdə Yıldızın evinə gizlincə girib qorxutdum, 163 min. Bu saydığım videolar həmin dediyim taktikalarla elədiyim videolardır. Videonun başından dediyim bütün taktikaları bu saydığım videolarda eləmişəm deyə bu videolar tutub. Bu videonu götürək, bu videonu. Mən bu videoya taktikaları soxmuram. Sadəcə əvvəldə birinci taktikanı qoydum ki, o da başa düşəsiz deyə, videoya odaqlanasınız deyə. Amma belə məsələn masa başı çəkdiyim videoları keyfim burada video çəkmək istəyir deyə çəkirəm. Yoxsa qardaşınız bilir dostlar, mənim beynimi söndürməsinlər. Beynim sönsə dünya YouTube'un içindən keçərəm də. Onsuz keçəcəm də, sadəcə hələ də vaxt verirəm özümə. Bir də dostlar belə çox məşhur olmaq istəyirsə aşırı dərəcədə bir dənə kombin belirləyin özünüzə. Məsələn, Rayan Tarhan adında bir YouTuber var. Bilmirəm adını düzgün tərcümə elədim ya yox. Çox vaxt onu mavi bir şortikdə və ağ saqol köynəkdə görə bilərik. Bu nə önəm daşıyır ki, belə fikirləşməyin. Adicə uşaqlıqda izlədiyimiz cizgi filmlərin hamısının baş qəhrəmanlarının bir dənə paltarı var idi. Kayo bir dənə sarı köynəyin geyinirdi. Pepe mavi köynəyin geyinirdi. Bu nədir? Göz yaddaşıdır. İzləyici sizi göz yaddaşı ilə yadında saxlayır. Güvən verirsiniz insana, başa düşdünüz? Yadında qalırsınız. Bir də insanların yadında qalmaq üçün çalışın bir həftədə ən azı bir video paylaşın. Çünki insan beyni mənim araşdırmalarıma görə psixologiya 7 gün ərzində birini özünə yaxın görür. 8-ci gün onu yaxın görmür. Çox belə effekti, prodüksiyonlu işlərdən insanlar o qədər sıxılıblar ki, səmimilik istəyirlər. Oturub belə birinin onlarla danışmağını istəyirlər. İnsanın özünü istəyirlər. Çox danışdım. Güya bu video qısa olacaqdı. Bu arada səs məndən gəlmir. Krestodan gəlir bax. Görürsüz. Gedin YouTuberlərin podkastlarına baxın. Dili başa düşmürsünüzsə Mr. Beast'in podkastlarını mən qoşurdum, baxırdım. İngiliscə bilmirəm deyə bir hər cümləni translate-də tərcümə edirdim, mənasını oxuyurdum. Hər cür eləmək olar. İstəsəz YouTuber olmaqla bağlı çox ətraflı video çəkərəm. İstəsəz əgər. İstəməsəz də çəkərəm, çünki bildiklərimi bölüşmək istəyirəm. Bildiklərim burada yığılır, beynim qəribə olur. Sağ olun, salamat qalın. Sağ olun, siz mənimlə yaxşı varsınız.